O polisin anasını sikerler. Cəzası nədir? Həbs döyür, həbsə at. Cəzası 10 ildir, ver 10 ilin gedib yatsın. Hə? Mehman Hüseynov, tutaq ki, lap belə xaindir deyirsiniz. Tut, həbsə at. Xaçaturyanın götünə ağac salan gördünüz? Xaçaturyanın gözlərinin şişdiyini gördünüz bu boyda. Hə? Azərbaycan polisinin Xaçaturyanı öz millətin öldürənə zərrə qədər barmağın toxundurmadığı bir şeyi öz milləti ged bir dənə Tofiq Yaqubluya bax, elə bil arı dişləyib gözün, arı çalıb. Öz millətinə verdiyi zülmü düşmənine verməyən millətdir bu. Vermir de qardaş, vermir. Xaçaturyan geldi, bir Azərbaycanda qəhbən balası çıxıb demədi ki, bu adam vətən xainidir. Dana, vətən xaini necədir? Sənin torpağın yerində örgənib, araşdırıb, öldürüb uşaqları vızadı və hər şey eləyib sənə. Adamı neynədiniz? Saxladınız, geri qaytardınız. Sən Xaçaturyanı geri qaytaran hakimiyyətə, Əli gəl bura səni tutsun deyən peysərsən. Bu reallıqdır. Mən bunu danmıram. Mənə burada kim soruşur? Deyirəm ki, mənim ölkəm o qədər götgünündə ölkədir ki. Mən ölkəyə gedən kimi heç bir cinayətim olmadan mənə həbsə atacaqlar. Bax, mən harada söz söyləyirəm. Mən harada söz söyləyirəm. Sen söyleyenler Harda yaşayıram? Amerika'da. Amerika'da söz söyləmək legaldır. İcazəlidir. Ama mən Azərbaycana gəlsəm mənə həbsə atacaqlar. Niyə? Mən Azərbaycan torpağında söyləmirəm ki, Amerikada söyləmirəm. Mən söydüyüm yerdə olan qanunlara tabi olaraq hərəkət edirəm. Ama məni tutan da öz qanununa tutur. Halbuki heç qanunda belə bir şey yoxdur ki, xaricdə söyləyənə tutmalısan. Bu günləri mən çıxıb kazino reklam eləsəm, qəhbən balaları mənə qəhbə balası deyəcək. Bax, mən çıxıb bu gün kazino reklam eləsəm, qəhbənin balaları mənə qəhbə balası deyəcək ki, milləti zəhərləyir. Milləti nə bilim şey. Amma bu günləri maklerlər çıxıb deyəndə ki, Sibrizdə kazinonun ətrafında ilkin ödəniş 70.000 dollar verərək mənzilə sahib ola bilərsiniz. Bir dənə qəhbənin balası çıxıb demir ki, kazino nədir? Kazino nədir? Nə kazinosu? Hə? Mən reklam eləyəndə olan pis adam, xain, millətinin pulunu almaq istəyən, cındır, min dənə söz deyirsiniz. Necə olur? Onlar eləyəndə olur yaxşı adam, amma götünə girirsiniz. Necə olur? Heç onu fikirləşsiniz, yox. Misal çəkmirəm. Yəni, o Murad Sadəzad çəkirdi. Mən özümü misal çəkmirəm. Onun bir yolu var idi. Haqq ədaləti bərqərar eləyim, ölsəm də olar, şəhid olsam da olar. Okey mi? Mən də buradayım. Əgər xain damğası alacamsa, mənim uşağımın gördüyü xoş günü bunlara arzu edərək o sözü alacamsa, nə qozumu? Zərim tökülmür, oğlanlığım aşağı düşmür, götü açıq videom yoxdur, şeyim əlimdə videom yoxdur, səndə var, məndə yoxdur. Görsən yəni, qardaşım. Cındır o üzün çəkdi, bura bax, üzün çəkdi. Elə mənim yanımda olmuyor. Cındır, sən videon çıxanda dadana çox bir sən yanındaydın. Cındırın bir cındır. Nə demək istəyirəm? Bax, bugün insanlar bizə sənə o sözü yazan cibində pulu olan adam deyil, kasıb adamdır. Bax, Range Rover olan adam heç vaxtı sənə o sözü yazmaz. Aylıq 10.000, 5.000 qazanan adam sənə o sözü heç vaxt yazmaz. Gəl sənin misal çəkirəm. Həkim var idi, həkim də yox ha. Klinikanın rəhbəri, green card tutdu, köçdü Amerikaya. 3 işdə işləyirdi. İndiyə qədər onun profilinə gəlib ardası söyüş yazılan görmüsən. Görə bilməzsin. Bilsən niyə? O adam belə özü zamanı gözləyir ki, özünü və ailəsini xilas eləsin. Halbuki adam Azərbaycanda yaşa-yaşa bəlkə məndən eyni pulu qazanırdı. 3 dənə yerdə rəhbərzad işləyirdi. Nədir deməli? Məsələ burada pul deyil. Məsələ azadlığın puldan nə qədər dəyərli olduğudur. Azadlığın. Mən and olsun Amerikalılarla danışmışam. Bax, yalan danışıramsa nə bilim, bunun içində olan suya inanırsın, gözümü çıxartsın. Nə bilim, nə olursa olsun mənə. Onları deyəndə ki, Azərbaycanda polisə fuck you demək, yəni götünü ayaq soxmaq kimi bir şeydir, şoka düşürlər. Deyəndə ki, sadəcə mən bir şey bəyənmirəm sözün demək həbsdir, şoka düşürlər. And olsun Allaha adam olub, mən
şeyi göstermişim, Tofiq Yaqublunu. İnanmayıblar ki onu polisler belə şey eləyə bilər. Yəni demək istədiyim nədir? Bu günləri millət Tofiq Yaqublunun cinayətkar olsa belə nə olur? Fakt adamın cinayəti yoxdur da. Adamın gözlərinin bu boyda şişməyini görə yenə o polisə eləyirsə, qardaş sikilməyi sevən millətdir. Bu millət sikilməyi sevir, kayf alır. Kayf alır. Adamın anasının gözüne sprey vururlar, adam deyir sağ olsun Azərbaycan polisi. Kim bunların var yoxu? Adam el çalır. Adamı həbsə ata bilərsən, amma adamın götünə butulka sala bilməzsən. Amerikada da cinayət törədirlər, amma polis olan götünə ayak salır. Belə bir şey var. Var belə bir şey.